Salam, hər vaxtınız xeyir olsun. Bugün biz görmüş olduğunuz bu kosmonavt breloku toxuyacağıq. Heç bir izahat vermədən videoya keçmək istəyirəm. Kanalıma abunə olmağı unutmayın ki, yeni bir videolar, sxemlər çıxarış edeyim. Daha da məndə həvəs yaransın. İlk öncə toxunuşa ayaqlardan başlayacağıq. Əvvəlcə sizə kurçoku göstərim. 2 milimlik tulip kurçokundan istifadə edirəm. Yəni milçədən. Sehirli halqa etdim və bunun tərkibini 6x doldururam. Doldurum gəlim. 6x doldurduqdan sonra hər birinə cüt bataraq 1 2 3 4 5 6 7 8 9 10 və 11 12. Yəni 6 vur 2 12. 6x'in hər birinə cüt bataraq 6v 12x əldə eləmiş oldum. İndi bunu arxa hissədən möhkəmləndirirəm. Bu görmüş olduğunuz ipi dartdım və burada dəlik əmələ gəlməsin deyənə burada çıxan görmüş olduğunuz hissələrə möhkəmləndirdim. İndi mən bunu bir işarətləyici kimi istifadə edəcəm. 12x'i 4 sıra artırma və ya azaltma etmədən dümdüz toxuyuram. Hər birinə tək bataraq 12x'i 4 sıra dümdüz toxuyuram. Gördüyünüz kimi 4 sıra düz toxudum. Ayaq hissəsindən alınmağa başlayır. İndi 6A edirəm. Yəni 6 dəfə azaldıram. Və 6x qalmış olacaq. Hər birini azaldıram. 1 2 3. Niyə 3? Çünki 3 azaltdan sonra mən istəyirəm ki, az bir bağlanmış olan hissəni az miqdarda da olsun sentrifonla doldurum. Daha sonra qalan 3 azaltmanı da eləyim. Cüzi miqdarda da olsa tərkibini sentrifonla doldurdum. İndi qalan 3 azaltmanı da eləyirəm. Yəni 6 dəfə toplamda azaltma eləmiş olacağım. 4 5 və 6. Bu sırada artıq ipi biraz uzun qalacaq şəkildə kəsirəm. Bu hissəni qapadıram. Necə? Baxın. Bir ilməyi buraxıram. Digər ilməyi götürürəm. İçindən keçirdirəm. Bir ilməyi buraxıram. Digər ilməkdən götürürəm. Tərkibindən keçirdirəm. Yenə bir ilməyi buraxıram və həmən qarşı tərəfdəki ilməni götürürəm. Blodan götürürəm özdə, yəni tək tərəfdən götürürəm. Bağlayıram artıq. Baxın, bağlandı. Və son olaraq buradan istənilən bir yerdən götürüb yəni də ipi sıxıram, düyün eləyirəm burada. İpi gizlədirəm. İçəriyə gizlədə də bilərsiniz. Mən bu cür etməyi
üstün tuturam. Qalan iplərdə kəsirəm. Artıq bu ipi də kəsə bilərəm. Belə bir ayaq alınır. İndi bu ayaqdan bir dənə də eləyəcəm, gələcəm. Bu şəkildə 2 ədəd ayağımız olmuş oldu. İndi mən buradan 7x çıxardacağım. Ayağın görmüş olduğunuz ipi bitirdiyim və tərkibinə daxil elədiyim hissədən və yaxud da digər fərq yoxdur. Yəni ən azından bitiş hissəsinin üst qismindən 7x çıxardacağım. Əvvəlcə ipimi düyün eləyim və bitiş hissəsinin üzərindən bu şəkildə baxacaq dərəcədə bu x-dən gördüyünüz x-dən birini batıram. Və buradan 1x eləyirəm, bir zincir çəkirəm. Daha sonra çarpaz olacaq şəkildə götürürəm. Bir dənə x götürəcəm. Yəni mən buradan x çıxartdım, bunun düz yanından yox, bu sıradan davam eləmirəm. Üst hissəyə qalxacaq dərəcədə çarpazdan götürürəm. 1x də eləyirəm, eləyir 2x. Daha sonra bir dənə də üst hissəyə gəlirəm. Bəli. Çarpaz götürdüm. İndi o çarpaz götürdüyümün üzərindən götürürəm. Yəni çarpaz şəkildə götürmürəm. Düz şəkildə götürürəm. Üst hissəyə qalxıram. Yenə döndərirəm. Bu 3x olmuş oldu. Döndərirəm. Götürdüyümün tam qarşısından bir dənə də x götürəcəm. 4x oldu. Tam qarşısından birini də götürəcəm. 5x oldu. Tam qarşısından birini də götürürəm. Və 6x olur. İndi isə dönürəm. Çarpaz bir şəkildə dönürəm. Daha doğrusu tam qarşıdakı dəlikdən aşağı düşürəm. Bununla da 7x olmuş olur. Belə döngü yaradıram. Buradan bir zincir çəkdiyim hissəyə batacağım. İşarətləyici qoyum. İşarətləyici qoyuram. Bir zincir çəkdiyim hissə buradır. 1 2 3 4 5 6 və son 7. İndi bu 7x'i hər birinə cüt bataraq 14x əldə edəcəm. 7 vur 2 14. 14x toxudum, artırdım hər birini. İndi 14x toxuyuram yenə. Bir sıra düz davam edirəm. Hər birinə x bataraq 14x toxuyacam, gələcəm. 14x bir sıra toxudum.
Bir toxu bir artır eləyirəm. 21x əldə eləyəcəm. Bir toxu bir artır. 1x 1v üstü 7 21x əldə eləyəcəm. 21x olmuş oldu. Bir toxu bir artırılan. 7 dəfə artırmış oldum. Və indi 2 sıra düz toxuyacam və bitirəcəm. Gördüyünüz kimi 2 sıra düz toxudum. İndi bu hissədə artıq ipi qopardıram. İşarətləyicini çıxardıram. Digər ipi də buradan ehtiyac yoxdur, kəsirəm. Eynisini bu birisi ayağa eləyəcəm. Mavi ipimi alıram. Ayağın bu hissəsindəki bu çizgini verirəm. Sonra da vermək olar onu, amma içini sentrifonla doldurduqdan sonra biraz çətin olur. Çünki mən bunun içini sentrifonla doldurduqdan sonra eləmişəm. Bu iç qismdən hardasa 2 sıra aşağı, 1, 2 bu hissədən götürürük və bir zincirdə çəkirik. Hər bir x-də bataraq 1x toxuyuruq. Və belə. Hər bir ilməyə bataraq 1x toxuyuruq. Bu qayda sıra sonuna dək gələk. İndi bunu sizə qeyd eləmək istəyirəm. Baxın, burada niyə dəliklər qaldı? Çünki mən bunu indi bağlayacağım. Çünki belə getdikcə artıq görürəm ki, birinci sıraya gəlmiş oluram. Ona görə yan tərəfdən, yan hissədən bir aşağı düşürəm və ikinci sırada olmuş oluram. Bunu davam edirəm. Yan tərəfdən etdim ki, ön tərəfə düşməsin, yansımasın. Əyrilik. Və bitirmiş oluram artıq kosmonavtın ayağındakı çizgini və buradakı bir zincir çəkdiyimiz hissəyə batıram, götürürəm, CC eləyirəm, ipimi bir zincir çəkirəm, qopardıram. Bu ipləri də tərkibinə daxil eləyəcəm. Bax, bu qayda. Ön hissə düz alınsın. Yandan da gəlir. Bu şəkildə. Eynisini dediyim kimi digər ayağı eləyirik. Bu hissədə ayaqlar idi. Növbəti bölümdə isə gövdə və qol hissəsini başa salacağım. Çünki qol asandır.